maddə istehsalçıları. Nədir üzvü maddə istehsalçıları? Ümumiyyətlə təbiətdə canlılar, istehsalçı canlılar var, bir də istehlakçı canlılar. İstehsalçı canlılar o canlılara deyilir ki, qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edən canlılar istehsalçıdır. İstehlakçı isə hazır şəkildə üzvü maddələrdən istifadə edən orqanizmlər istehlakçı hesab olunur. Bizim bu çalışmamızda X canlısı hansı canlıdır, Y canlısı hansıdır və oxlara diqqət yetirsək, X canlısı karbon qazından və sudan istifadə edərək, buna misal olaraq palıd ağacını, xlorellanı, ardıc bitkisini misal göstərmək olar. Ardıcdır, xlorelladır, palıd ağacıdır, istehsalçıdır. Yəni qeyri-üzvü maddələrdən, günəş enerjisindən istifadə edərək üzvü maddə, qida maddəsi və oksigen yaradır. Y canlısı isə istehlakçıdır ki, istehlakçı hazır şəkildə üzvü maddələrdən istifadə edəndir. Bunlara fili misal göstərə bilərik, şampinyon göbələyini misal göstərə bilərik. Amma çürümə bakteriyaları isə bunları redusent canlılardır, istehlakçı deyil, redusentdir ki, həmin o üzvü maddələri minerallaşdıran canlılardır. Və canlı orqanizmləri təşkil edən bilirik ki, üzvü maddələr, sulallar, lipidlər, karbohidratlar, nuklein turşularını misal göstərə bilərik. Həmin bu üzvü maddələrin əsas tərkib hissəsində ən vacib olan elementlərdən biri də karbon elementidir. Və karbon elementinin təbiətdə 0,3%-ni təşkil Karbon qazı, yəni təbiətdə 0,3%-ni atmosfer havasının karbon qazı təşkil edir. Və karbon qazı təbiətdə nə zaman daha çoxalır? Bu hissələrə diqqət yetirməliyik. Canlıların tənəffüsü zamanı, məhv olmuş canlıların çürüməsi zamanı, üzvü maddələrin minerallaşması nəticəsində karbon qazının təbiətdə, yəni atmosfer havasında miqdarı çoxalır. Və karbon qazından istifadə edən canlılar fotosintez edən canlılardır ki, onlar karbon qazı və sudan istifadə edərək üzvü maddələr yaradır. Digər bu sxemdə avtotrof canlılar gəlin görək hansı canlılardır. Bəli, bəzi heyvanlar dedikdə biz bilirik ki, bir hüceyrəli ibtidai heyvanlar, bəzi bakteriyalar, qırmızı, yaşıl, siyanobakteriyalar avtotrof canlılardır. Bəzi də xemotrof bakteriyaları da avtotrof canlılar hesab olunur. Və bitkilərin əksəriyyəti demək olar ki, bitkilərin əksəriyyəti nədir? Avtotrof orqanizmlərdir. Və avtotrof yolla qidalanmanın hansı yolu ilə bitkilər qidalanır? Yalnız fototrof yolu ilə, yəni fotosintez edici canlılardır. Bu şəkildə bu sxem isə karbon qazı, su, işıqdan, xlorofildən istifadə edərək avtotrof yolla qidalanan canlılarda, yəni fototrof orqanizmlərdir. Mütləq fotosintez edici canlılarda mütləq şəkildə xlorofil pigmenti olmalıdır. Və biz də bilirik ki, bakteriyalardan, burada göstərəcəm, bakteriyalardan qırmızı bakteriyalar var, yaşıl bakteriyalar və siyanobakteriyalar var. Qırmızı bakteriyalarda və yaşıl bakteriyalarda xlorofil pigmenti sitoplazmada sərbəst halda yerləşir, lakin siyanobakteriyalarda isə xlorofil pigmenti plazmatik membranın daxili çökməsi nəticəsində yaranan mezosom membranında yerləşir. Və bunların hər biri hidrogen mənbəyinə görə bir-birindən fərqlənir. Bu reaksiyalar əzbər lazımdır. Yəni, qırmızı bakteriyaların hidrogen mənbəyi hidrogen sulfiddir və əmələ gəlir qlükoza, su və 12 mol kükürt. Amma yaşıl bakteriyaların isə hidrogen mənbəyi hidrogen atomudur. Və siyanobakteriyaların isə hidrogen mənbəyi su molekuludur. Və reaksiya diqqətlə baxsaq, görərik ki, siyanobakteriyalarda və yaxud da göy yaşıl yosunlarda su molekulu və karbon qazı ilə reaksiyaya girərək oksigen qazını əmələ gətirən yalnız siyanobakteriyalardır. Deməli, qırmızı bakteriyalarda, yaşıl bakteriyalarda fotosintez etməsinə baxmayaraq onlarda oksigen qazı əmələ gəlmir. Lakin əsas məhsul olan, fotosintezin əsas məhsulu olan qlükoza hər üçündə də əmələ gəlir. Yəni, hər üçündə də qlükoza vardır. Fərqləndi hidrogen mənbəyinə görə bir-birində. Fərqlənmir, bunlar karbon qazı mənbəy olaraq hər biri karbon qazından nə edir? İstifadə edir. Hər birində karbondioksiddən istifadə etmiş olurlar. Və burada da əlavə deyək ki, siyanobakteriyalar çirklənmiş su hövzələrində yaşayırlar və çirklənmiş su hövzələrin indikatorları da hesab olunur. Biz bilirik ki, əlavə deyəcəm, şibyələr havanın indikatoru, çirkli havanın indikatoru şibyələr hesab
hesab olunurdu. Çirkli su mənbələrinin indikatoru isə göy yaşıl yonsunlar və yaxud da siyanobakteriyaları misal göstərmək olar. Və bu verilənlər içərisində ən qədim fotosintez edən bakteriyalar hansı bakteriyalardır? Siyanobakteriyalardır. Yadımızda saxlayaq. Ən qədimi siyanobakteriyalardır ki, arxeya erasında əmələ gəlmişdir. Və avtotrof yolla qidalanmanın təkamülünü desək, ilk dəfə yaranıb hemotrof canlılar, hemotrof bakteriyalar, daha sonra fototrof bakteriyalar. Bax, bu ardıcılığı yadınızda saxlayın. İlk dəfə yaranmışdır hemotrof canlılar, daha sonra fototrof canlılar. Fototrof canlılar yarandıqdan sonra aerob tənəffüs yarandı. İlk əvvəl tənəffüs olaraq anaerob tənəffüs idi, oksigensiz mühit idi, çünki oksigen qazı yox idi, anaerob tənəffüs idi. Daha sonra hemotrof canlılar yarandı. Hemotrof canlılardan sonra fototrof canlılar və fototrof canlılar yarandıqdan sonra aerob tənəffüs baş verdi. Nəyə görə? Çünki fotosintez nəticəsində siyanobakteriyalar həyata keçirərək oksigen qazını əlavə, fotosintezin əlavə məhsulu olan oksigen qazı havaya xaric edildi və bununla aerob tənəffüs meydana gəldi. Bütün bu dediklərim proses ilk dəfə arxeya erasında baş vermişdi, sitoplazmada və mezosom membranında baş vermişdi. Xemosintez bakteriyaları isə misal göstərmək olar, kükürt bakteriyalarıdır, dəmir bakteriyalarına, nitrifikasiya bakteriyalarına, hidrogen bakteriyalarına misal göstərmək olar. Və yalnız bir aləmə məxsusdur xemosintez, yalnız bakteriyalara aiddir və ilk dəfə xemosintez hadisəsini öyrənən alim Vinogradski olmuşdur. Məhz burada ilə xemosintez haqqında məlumat vermək istəyirəm. Xemosintezdə dedik ki, qeyri-üzvü maddələrdən üzvü maddələr əmələ gətirir, lakin qeyri-üzvü maddələrdən üzvü maddələrin yaranması kimyəvi rabitələr enerjisindən istifadə edir. Və bunlarda xemosintez prosesi nə işıq, nə də həm işıqda, həm də gecədə gedir. Yəni xemosintez prosesinin həyata keçməsi üçün işıq enerjisinə ehtiyac yoxdur. Yəni həm işıqda, həm də qaranlıqda gedə bilər. Və bunlar da karbon mənbəyi kimi karbon qazından istifadə edir. Yadınızda qalsın, xemosintez reaksiyaları eksotermik reaksiyalardır. Yəni istiliyin ayrılması ilə gedən reaksiyalardır. Hamısı hidrogen mənbəyi kimi sudan istifadə edir və hidrogen mənbəyi kimi sudan istifadə edərək ətraf mühitdə bunlar da nə edir? Oksigen qazı əmələ gətirir, lakin fotosintez canlılardan fərqli olaraq oksigen qazını ətrafa çıxarmır. Bunlar özləri istifadə edirlər. Bir əlavə olaraq da bunu dedim. Deməli, kükürt bakteriyaları, sonra daha doğrusu hidrogen bakteriyaları, nitrifikasiya bakteriyalarına misal göstərmək olar. Dərsliyimiz elə yazıb ki, hər yerdə bir hissə var. Bütöv bir yerdə məlumat yoxdur. İndi burada hemotrof canlıların reaksiyalarıdır. Məsəl üçün, kükürt bakteriyalarının reaksiyasıdır, nitrifikasiya bakteriyalarının reaksiyasıdır. Baxırıqmı? Müsbət küdür. Müsbət kü olduqda eksotermik reaksiyadır. Yəni istiliyin ayrılması ilə gedən reaksiyalardır. Yenə bunlar da dedik ki, üzvü maddə sintez edirlər və burada oksigen, hidrogen mənbəyi kimi su molekulundan istifadə edirlər və oksigen qazı əmələ gəlir, lakin oksigen qazı ətraf mühitə çıxmır və əlavə olaraq dəmir xemosintez edici bakteriyalar var ki, dəmir özü feriumu müsbət 2 elementindən müsbət 3-ə qədər nə edir? Oksidləşdirir. Torpağı azotla, azot birləşmələri ilə zənginləşdirən, yadımızda qalsın, nitrifikasiya bakteriyalarıdır ki, torpağı nitrat birləşmələri ilə zənginləşdirir. Denitrifikasiya bakteriyaları isə əksinə onları nə edir? Azota qədər minerallaşdırır. Deməli, torpağı azot məhsulları ilə zənginləşdirən bakteriyalar nitrifikasiya bakteriyalarıdır. Həmin denitrifikasiya bakteriyaları isə əksinə torpağı azotla olan maddələri, turşuları, məsəl üçün nitrat turşusu, HNO3 nitrat turşusunu amoniaka qədər, azota qədər parçalamış olar. Və yalnız bir aləmə məxsusdur xemosintez edici bakteriyalar. Öyrənən alim kim olmuşdu? Vinogradski olmuşdu. Davam edirik. Xemosintez haqqında məlumat verdik. Bu şəklə diqqətimizi yetirməliyəm. Yarım aləm. Bitkilər aləmi 2 yarım aləmə bölünür. İbtidai bitkilər yarım aləmi, ali bitkilər yarım aləm. İbtidai bitkilər yarım aləminə su bitkiləri, ibtidai bitkilər də deyilir. Bunlara yosunlar aid edilir. Və burada nə yazılıb? Diqqət yetirək. Bu şəkildə göstərilən ulva yonsunudur. Çox hüceyrəli yonsunu olan ulva yonsunudur və ibtidai bitkilərdə fotosintez gedir.
gedir. Harda? Nə yazdıq? Xromatoforda. Ali bitkilərdə isə fotosintez prosesi gedir xloroplastlarda. Bu sözləri diqqət yetirmək lazımdır. Deməli, ibtidai bitkilərdə fotosintez xromatoforda getdi, ali bitkilərdə xloroplastlarda. Biz də ali bitkiləri iki qrupa bölmüşdük. Mamırlar və qıcıkimlər ali sporlu bitkilərdir. Ali sporlu bitkilər. Təbii ki, keçəcək, amma burada da bilməyimizdə bir xeyir var. Ali sporlu bitkilər mamırlar və qıcıkimlərdir. Ali toxumlu bitkilər isə çılpaq toxumlar və örtülü toxumlu bitkiləri misal göstərmək olar. Deməli, ali toxumlu və yaxud da ali sporlu bitkilər fərq eləmir. Onlarda fotosintez prosesi xloroplastlarda gedir. İbtidai bitkilərdə isə fotosintez prosesi xromatoforda gedir. Bakteriyalarda isə nə xromatofor var, nə xloroplast var. Bunu bir qayda olaraq yadınızda saxlayaq. Lakin biz bilirik ki, bəzi ibtidai heyvanlar vardır ki, məsəl üçün yaşıl evgilenanı, volvoxu, burada da şəkilləri verilib. Yaşıl evgilenanı, volvoxu cəyrəsidir ki, bunlar fototrof həyata keçirən orqanizmlərdir. Və burada da dərsimizdə verildiyi kimi yaşıl evgilenada, bir yaşıl evgilenada 20-25 ədəd nə var? Xromatofor var. Deməli, xromatofor anlayışına biz iki aləmdə rast gəldik. Həm bitkilər aləmində, ibtidai bitkilərdə, həm də heyvanlar aləmində. Hansı heyvanlar aləmində? Bir hüceyrələr yarım aləmində, ibtidai bitki heyvanlarda. Volvox koloniyasında isə hər hüceyrəsi bilirik ki, armud şəkilli idi və hər hüceyrəsində bir ədəd kasa şəkilli xromatofora malikdir. Və bunlar fotosintez həyata keçirən bir hüceyrəli heyvanlar hesab olunur. Çox hüceyrəli heyvanların heç biri, çox hüceyrələr yarım aləmi, heyvanlar aləminin heç bir nümayəndəsi nədir? Fotosintezi həyata keçirmir. Bu çalışmalara baxaq. Mütləq fotosintezin ümumi reaksiya tənini bilməliyik. Normal şəraitdə fotosintezə 44,8 litr karbon qaz sərf olunarsa, neçə qram qlükoza sintez olunur? Biz bilirik ki, normal şəraitdə qazların tutduğu həcm 22,4 litrdir. Neçə qram? Bax, yadınızda qalsın. Bu çalışmanı istəyirəm yazım. 180 qram qlükozadan 6 vuraq 22,4 litr CO2 karbon qazı istifadə edirsə, yəni bu qlükozanın yaranması üçün CO2-dən istifadə edir. Bəs 44,8 litr karbon qazı sərf olunduqda nə qədər üzvü maddə və yaxud da qlükoza sintez olunur? Təbii ki, hesablasaq 60 qram. 180-i vuraraq 44,8 litrə bölərək 6 vurulsun 22,4 litrə. Digər məsələmizdə normal şəraitdə fotosintezdə 3 mol su istifadə olunursa, bu zaman neçə litr karbon qazı sərf olunur? Normal şəraitdə fotosintezdə 3 mol su, biz bilirik ki, normal şəraitdə fotosintezin reaksiyası neçə idi? Karbon qazı üzərinə gələk, su molekulu əmələ gəlirdi. Karbon 6, H12, O6 üzərinə gələrək oksigen qazı. Və burada 6 mol oksigen qazı, 6 mol karbon qazı, 6 mol su molekulu vardı. Və əgər bizim məsələ şərtində 3 mol sudan istifadə edibsə, gəlin yazaq, 3 mol sudan istifadə edibsə, bilmirik nə qədər karbon qazı sərf olunub. Amma bilirik ki, 6 mol su molekulundan istifadə etdikdə 6 vurulsun 22,4 litrə qədər karbon qazı sərf olunur. Və bunu da hesablasaq, cavabımız nə edəcək? 67,2 litrə qədər karbon qazından istifadə etmiş olar. Hamısı bu çalışmalar sırf o tənliyə əsasəndir və o tənlikdə mol miqdarlarını yazmaq bizə vacibdir. Üçüncü çalışmaya baxacağım. Sxemdə verilən hansı doğrudur? Yadınızda qalsın, bu bizə ekologiya dərsində də, biosferdə də bizə lazım olacaq. Hansı oxdan göstərilib günəş enerjisi hansı canlının üzərinə düşürsə, həmən canlını biz üzüm maddə istehsalçısı götürə bilərik. Yəni bu üzüm maddə istehsalçısı bitkilər də ola bilər, bəzi bakteriyalar da ola bilər, bəzi ibtidai heyvanlar da ola bilər. İndi nə yazıb? El üzüm maddə istehsalçısıdır. Bəli, elin üzərinə günəş işıq enerjisi düşüb. M istehlakçıdır. Bəli, M hazır şəkildə üzüm maddələrdən qidalanandır. Doğrudur. K fotosintez edici ola bilər? Xeyr. K-nın üzərinə nədir? Günəş enerjisi düşmür. K fotosintez edici ola bilməz. N özünə lazım olan üzüm maddəni sintez etmir. İndi burada dayanaq. Bu səhv fikirdir. Niyə səhv fikir götürürük? Çünki N dedik ki,
özləri bəli, günəş enerjisindən istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edə bilmir. Bəli, bu doğrudur. Bunu edə bilmir. Amma bu demək deyil ki, heterotrof orqanizmlər və yaxud da istehlakçı orqanizmlər özləri qeyri-üzvi maddələrdən istifadə etməyərək sadəcə monomerlərdən istifadə edərək üzvi maddələr sintez edə bilər. Məsəl üçün, hər hansı bir heyvan olsun, göbələk olsun və yaxud insan orqanizmi olsun, amin turşularından istifadə edərək zulal sintez olunur. Zulal nədir? Üzvü maddədir. Bax, bu sözə diqqət yetirməliyik. Sadəcə nəyə görə biz deyirik ki, onlar üzvü maddə sintez etmir? Qeyri-üzvü maddələrdən istifadə edərək, günəş enerjisindən istifadə edərək üzvü maddə sintez edə bilmir. Amma normal şəkildə, bəli, insan orqanizmdə normal şəkildə üzvü maddə sintez olunur. Burada ona görə doğru cavab yalnız 1 olar. Digər 4-ə baxaq. Xloroplastı olan hüceyrələr. Xloroplastı olan hüceyrələr, yəni bu artıq mənim ağlıma gəldi ki, xloroplastı olan hüceyrələr ali bitkilərdir. Yəni ali bitkilərdə atmosferdə oksigenin miqdarını artırır. Bəli, fotosintezin əlavə məhsulu olan oksigen qazı ətraf mühitə xaric edilir. Doğrudur. Qida maddələrindən enerji ayrılır. Burada yox. Qida maddələrinin enerji ayrılmır. Əslində qida maddələrində enerjidən nə edir? Yaradır. Qida maddələrində enerji yaradır. Çünki xloroplastda olan hüceyrələrdə plastik maddələr mübadiləsi gedir. Əslində enerjini udur. Bəli, enerji bu zaman udulur fotosintez prosesi nəticəsində endotermik reaksiyadır. Atmosferdə karbon qazının miqdarını azaldır. Baxaq, atmosferdə karbon qazının miqdarını azaldır. Bax, bu xloroplast olan hüceyrələrdə. Doğrudur, amma burada fikir verin. Bunun həyata keçirilməsi üçün işığa ehtiyacı olur. Yadınızda qalsın, fotosintez edən canlılar karbon qazının miqdarını bəli, atmosfer mühitdə azaldır. Bu doğru fikirdir. Amma biz burada yanlış götürəcəyik. Niyə yanlış götürəcəyik? Çünki karbon qazının atmosferdə miqdarını azaltmaq üçün işığa ehtiyac yoxdur. Bu fotosintezin indi deyəcəm qaranlıq mərhələsində baş verən prosesdir. Yəni qaranlıqdırsa, qaranlıq mərhələsində məhz onlar karbon qazını udurlar. Yəni karbon qazını udmaq üçün onların işığa ehtiyac yoxdur. Ona görə 3 də yanlış fikirdir. Yalnız doğru olan cavab 1 variantını götürmüş olarıq. Yəni burada səbəb yenə deyirəm işığa sözünə görə biz 3-cü variantı da yanlış götürdük. Davam edirik fotosintez prosesi haqqında. Biz bilirik ki, fotosintez, yenə təkrar deyirəm, endotermik reaksiyadır, plastik maddələr mübadiləsinə aiddir. Və fotosintezi həyata keçirmək üçün fotosintezin gedişatına təsir edən bir çox amillər vardır. Bu amillər daxili amillər və xarici amillər hesab olunur. Daxili amillər dedikdə bitkinin özündə olan amillərdir. Yəni bitkiyə aid olan hissələr daxili amillərdir. Məsəl üçün fotosintez gedən səthin sahəsi daxili amildir. Daha sonra xlorofilin miqdarı, bitki yarpağında ağılçıqların sayı, fermentlərin miqdarı, bunlar daxili amillərdir. Xarici amillər isə kənardan təsir edən amillərdir ki, bunlar karbon qazının miqdarıdır, istilikdir, su və mineral maddələrdir, işıq şiddətidir, işığın dalğa uzunluğudur. Vacib olan hissədə bu hissəyə diqqət yetirik. Yadınızda qalsın, fotosintezə təsir edən xarici amillərdən karbon qazının miqdarı və işığın şiddəti artdıqca fotosintezin sürətli gedir. Amma müəyyən bir həddə qədər, yəni karbon qazı davamlı olaraq elə arta getmir. Müəyyən həddə qədər artır, sabit qalır. İşıq şiddəti də müəyyən bir həddə qədər artır, daha sonra sabit qalır. Deməli, karbon qazının miqdarı və işığın şiddəti artdıqca fotosintez sürətlə gedir. Müəyyən bir hissədən proses, müəyyən vaxtdan sonra proses sabitləşir. Bax, bu cür qrafikləri yadınızda saxlayın. Digər fotosintezə təsir edən xlorofilin miqdarı. Bəli, nə qədər xlorofil çox olarsa, fotosintezin miqdarı bir qədər sürətli olar. Fotosintez prosesi, məhsuldarlıq yüksək olar. Daha sonra fermentlər isə daxili amillər. Fermentlərin qrafiki bu cürdür, sabitdir. Fermentlər fotosintezə təsir edən fermentin qrafiki sabit göstərilir.
Davam edək. Fotosintezin sürətinə təsir edən temperatur. Yadınızda qalsın, fotosintez 25 və 35 dərəcə Selsiyə çatana qədər proses sürətlənir. Bax, proses maksimum 25-də, maksimum 35 dərəcədə olur. Daha sonra 35-dən sonra fotosintez prosesi zəifləyir. Bunu başqa cür qrafikdə necə göstərərəm? Əvvəlcə artır, 25-35 dərəcədə yüksək, daha sonra getdikcə azalır. Yəni 35-dən sonra 37, 38, 39, 40-da getdikcə fotosintezin sürəti zəifləyir. Yəni temperatur 40 dərəcə olduqda fotosintezin sürəti zəifləyir. Amma 25 və 35 dərəcə Selsiya arasında fotosintez daha sürətli gedər. Daha sonra fotosintezə təsir edən işığın dalğa uzunluğudur. Biz bilirik ki, işıq şüaları vardır. Ultrabənövşəyi şüalar, infraqırmızı şüalar və görünən şüalar. Görünən şüalar fotosintezi həyata keçirənlərdir və görünən şüaların bilirik ki, 7 spektri vardır. Həmin bu görünən şüalardan, bax kitabımızda da çox gözəl verib ki, görünən fotosintezin sürəti qırmızı və göylərdə maksimum olur. Yaşıl və sarı spektrlərdə isə zəif olur. Yadımızda saxlayaq. Qırmızı və göy spektrlərdə fotosintezin sürəti yüksək, yaşıl və sarı spektrlərdə isə zəif olur. Bundan bir əlavə də demək istəyirəm ki, yadınızda qalsın, təbiətdə olan yaşıl bitkilər görünən şüanın qırmızı spektrindən istifadə edir, qırmızı yosunlar isə yaşıl spektrindən istifadə edir. Qonur yosunlar isə bənövşəyi spektrindən istifadə edir. Düzdür, düşməz, amma yenə də bilməyimizdə bir fayda var. Bu fotosintezə təsir edən amillər daxili və xarici amillər idi və hər birinin qrafikini də çəkmək qaydasını bilməliyik. İndi biz fotosintez prosesi necə gedir? Fotosintez prosesinin mexanizmi haqqında sizə məlumat verəcəm. Əsas bax bu cədvəl üzərində istəyirəm məlumat vermək. Biz bilirik ki, xloroplastlar iki membranlıdır. Daxili membranı var və xarici membranı. Daxili membranları hamar, xarici membranları isə, üzr istəyirəm, daxili membranları qırışlı, xarici membranları isə hamardır. Və daxili membranların daxili hissəsini, daxili möhtəviyyətini stroma əmələ gətirir və onun daxili qırışlarını əmələ gətirənlər isə qranlardır. Hər bir qranlar üst-üstə yığılaraq tilokaloidləri əmələ gətirir. Yəni bu cür təsəvvür edin ki, hər bir ədəd qran üst-üstə yığılaraq bunlar birlikdə tilokaloidi əmələ gətirir. Bəs bu xlorofil pigmenti də tilokaloiddə yerləşir. Fotosintezin iki mərhələsi vardı, bilirik, qaranlıq və işıq mərhələsi. Qaranlıq mərhələsi məhz bu qranlarda, üzr istəyirəm, işıq mərhələsi məhz qranlarda baş verir. Amma işıq mərhələsi qranlarda, qaranlıq mərhələsi isə stromada, daxili maye mühiti olan stromada baş verir. Gəlin öncə baxaq görək, daxili membranda hansı proseslər baş verirdi xlorofildə. Bu zaman bilirik ki, daxili membranı qranlarında olan xlorofil pigmenti günəş enerjisindən, günəş enerjisi xlorofil pigmentin üzərinə düşərək, xlorofil pigmenti həyəcanlanaraq, günəş enerjisindən həyəcanlanaraq elektronlar ayrılır. Xlorofil pigmentindən elektronlar ayrılır. Bax, burada da göstərilibdir. Elektronlar ayrılır. Həmin bu elektronlar ayrılır, daxili membranın xaricinə çıxır. Bax, fikir verin. Bax, bu hissəni daxili götürün. Bu hissəni daxili və bu işıq şüası xlorofil pigmentin üzərinə düşdü. Həyəcanlanaraq özündən elektronlarını ayırdı. Elektronları hara çıxdı? Daxili membranın xaricinə mənfi yüklü elektronlar yaratdı. Daha sonra bu stromada bilirik ki, nə var? Su var. Düzdür? Və daxili membranın içərisində daxili mühiti olan stromada olan suyun fotolizi baş verir. Yəni işıq şüasının təsirindən suyun fotolizi, başqa cür adı da suyun hidrolizi baş verir. Su hidroliz olunur belə. H2O hidroliz olunur. OH mənfi yüklü, üzərinə gələrək hidrogen müsbət yüklü iyonuna. Bəli, su hidroliz olunur. Və bu zaman OH mənfi iyonu özü sərbəst qala bilmir, o sərbəst qala bilmir, yəni radikala çevrilir, sərbəst qala bilmir. Və bu zaman öz elektronlarını verir hara? Xlorofil pigmentinə və xlorofil molekuluna verir.
Həmin bu OH dedik ki, sərbəst halda qala bilmir. OH özü yenidən hidroliz olunaraq H2O-ya və oksigen qazını əmələ gətirir. Deməli, OH radikalı sərbəst qala bilmir və bunun da mollarını da yazmalıyam. 4 mol OH, 4 mol OH, 2 mol H2O-ya və fotosintezin əlavə məhsulu olan oksigen qazını əmələ gətirir. Əmələ gələn oksigen qazının isə bir hissəsi ətrafa çıxır, bir hissəsi isə hüceyrələr tərəfindən istifadə olunur. Və yadınızda qalsın, bu fotoliz reaksiyası və yaxud da suyun hidroliz reaksiyası fotosintezin işıq fazasındadır. Və işıq fazasında burada ardıcıllıqla reaksiyaları verib OH-dır. Bəli, OH hidrogen plus iyonu əmələ gətirir, müsbət iyonlardır. Bax, belə bir qrafik çəkim sizə. Təbii ki, lövhə izahı yoxdur deyən belə çətinlik çəkirəm. Və burada hidrogen daxili membranında hidrogen müsbət iyonu var. Və dedik ki, elektronlar membranın daxilinə çıxaraq mənfi yüklü elektronlar yaratdı. Hidrogen müsbət, elektronlar mənfi. Burada nə yarandı? Potensiallar fərqi yarandı. Çünki mənfi və müsbət olduqda potensiallar fərqi yaranır. Və potensiallar fərqi yarandıqda 200 millivolta çatdıqda bu zaman nə edir? Membran boyunca düzülmüş ATF sintetaza fermenti. Bu ATF deyil. ATF sintetaza fermenti zülal molekuludur ki, bu membranda bir kanal açır. Və bir kanal açdıqda bu zaman nə edir? Hidrogen özü, müsbət yüklü hidrogen çıxır stromaya və daxil olur hara? Stromaya. Bu qrafikdə də göstərilib. Təkrar bu hissəyə baxaq. Dərs zamanı çalışacağım bunu lövhədə izahını verim sizə. Və burada görürük ki, ATF sintetaza kanalı, proton kanalı açır və daxildə olan hidrogen müsbət iyonları hara daxil olur? Stromaya daxil olur və stromaya daxil olduqda həmin bu hidrogen nadir H ilə daşınır. Yəni stromada nadir H vasitəsilə daşınır. Və burada öncə nə baş verdi? Dedik ki, hidroliz nəticəsində molekulyar oksigen əmələ gəldi. Atomar hidrogen alındı, düzdürmü? Suyun fotolizi nəticəsində. Bir də fotosintezin əsas məhsullarından biri olan işıq mərhələsində ATF sintezi olundu. Bu zaman ATF necə sintez olundu? Bu hissəyə diqqət yetirin. ATF özünə bir molekul fosfat turşusu birləşdirərək, yəni belə yazım, ADF üzərinə 1 mol F fosfat turşusu qalığını göstərəcəm, birləşərək əmələ gətirir 1 mol ATF əmələ gətirir. Və bu hissəyə də diqqət yetirib, burada da verilib ADFH özünə hidrogen atomu ilə birləşərək əmələ gətirir ATF. Deməli, işıq fazasının əsas məhsulları oldu molekulyar oksigen, ATF və atomar hidrogen atomu. Bunlar oldu işıq fazasında. Harda getdi? Qranlarda. İndi keçək qaranlıq fazası. Qaranlıq fazası stromasında gedir. Qaranlıq fazası həm işıqda gedir, həm qaranlıqda gedir. Yəni qaranlıq fazasının getməsi üçün işığa ehtiyac yoxdur. Amma işıq fazasının getməsi üçün mütləq şəkildə işığa ehtiyac var. Və bu qaranlıq fazasında havadan karbon qazının udulması, bayaq çalışmada da demişdik, havadakı olan karbon qazının udulması məhz qaranlıq fazasında baş verir. Və qaranlıq fazasında karbon qazı udulur, karbon qazı su molekulu ilə birləşərək qlükozanı və oksigen qazını əmələ gətirir. Həmin bu qlükoza harda əmələ gəldi? Karbohidrat harda əmələ gəldi? Əmələ gəlir qaranlıq fazasında. Bəli, karbonu fiks olunmuş zaman ATF, ADF-ə də çevrilir. Bəli, bu zaman dedik. Qaranlıq fazada isə həmin bu proton kanalından neçə mol hidrogen atomu keçir? Bu da bizə məsələlərdə lazım olur. 24 hidrogen atomu keçir. 24 hidrogen atomu keçdikdə yadınızda qalsın. 180 qram qlükoza yaranır. Bu da bir qaydadır. 24 mol hidrogen protonu keçdikdə 180 qram qlükoza yaranır. Və qaranlıq fazası Kalvin sikli baş verir ki, Kalvin siklində nə deməkdir? Burada karbon 5 karbon pentoza özü parçalanır, davamsız birləşmə olub, karbon 6. Karbon 6 isə əmələ gətirir karbon 3 triozalara. Triozalarda sərbəst qala bilmir, yenidən qlükozaya çevrilmiş olur və bu siklik proses olaraq davam edir. Birinci necədir? Karbon 3'dür.
və yaxud da karbon 3. Karbon 3 özü birləşir. Karbon 5 əmələ gətirir karbon 6. Karbon 6 artıq parçalanır sərbəst 2 dənə triozalara. Həmin bu triozalar isə yenidən birləşərək qlükozanı əmələ gətirir. Bu isə karbonun Kalvin siklik reaksiyasıdır. Öncə ardıcıllığı yenə deyirəm. Birinci karbon 3-dən başlayır, sonra karbon 5, kitabda verilən hissənidir. Üçüncü karbon 6-dır, dördüncü karbon 3-dür və daha sonra isə gəlir karbon 3-dən sonda karbon qlükozaya çevrilir. Yəni triozalar da özləri sərbəst qalmayaraq qlükozaya çevrilir. Bir əlavə düsturlarımızda da deyim. Y-ot bərabərdir. Y-ot bərabərdir. M vurulsun 17,6 kilojol enerjiyə. M nədir? Üzüm maddələrin miqdarıdır. 17,6 kilojolda bilirik ki, karbohidratlardan ayrılan enerjidir. Y-ot. Y günəş bərabərdir. Y-ot vurulsun. Yəni bitkinin və yaxud da ot olsun, bitki olsun, hər hansı bitki olsun, fərqi yoxdur. Vuraq 100%. Y günəş bərabərdir. Y ot vurulsun 100%. Y ot bərabərdir. M vurulsun 17,6 kilojola. Biz buradan M-i də tapmaq üçün M də bərabərdir yazarıq. M bərabərdir. Y ot bölünsün 17,6 kilojola və bunu hesablamaqla M üzüm maddənin miqdarını tapmış olarıq. Və bilirik ki, günəş enerjisi də öncə günəş enerjisi elektrik enerjisinə çevrilir. Daha sonra isə yarandıqda qlükozada kimyəvi enerji isə digər enerjilərə çevrilmiş olar. Yəni burada da təkrar deyirəm ki, su bitkiləri maksimum və minimum günəş enerjisindən istifadə edən canlılar su bitkiləridir. Okeanda yaşayan su bitkiləri 0,4%-dən, xlorofil bitkisi isə 12%-dən istifadə edir. Və bitkilər, yadınızda qalsın, ekoloji piramida deyilən bir hissə var ki, yəqin ki bilirik. Ekoloji piramidanın həmişə ən birinci pilləsində fərqi yoxdur. Birinci pilləsində həmişə istehsalçılar durur. Yəni fotosintez həyata keçirən canlılar durur ki, fotosintez həyata keçirən canlılar da 3 aləmdə rast gəlinir. Bitkilər aləmində, heyvanlar aləmində və bakteriyalarda. Yalnız göbələklərin fotosintez edən nümayəndəsi yoxdur. Yəni ekoloji piramidanın birinci pilləsində həmişə avtotrof orqanizmlər, yəni istehsalçılar durmuş olur. Yalnız bitkilərdən əlavə deyim ki, qızıl sarmaşıq var ki, lateriya bitkisidir ki, onlar nə edir? Fotosintez həyata keçirmirlər və parazit bitkilərdir, heterotrof yolla qidalanırlar. Bunlar da bitkilərin çox az bir hissəsidir. Əsasən bitkilər qidalanır fotosintez yolu ilə. Və burada X, Y çalışmaya diqqət yetirməliyəm ki, X, Y setin yerinə nə yazarıq? Fotosintez nəticəsində X-in yerinə təbii ki, karbon qazı olar. Karbon qazı olar X-in yerinə. Daha sonra bunun Y-in yerinə karbon qazı və sudan istifadə edərək əmələ gəldi. Karbon qazı nəticəsində qaranlıq fazasında nə yarandı? Qlükoza, suyun hidrolizindən isə əlavə məhsul olan oksigen yarandı. Düzdürmü? Oksigen. Y-imizdə olar qlükoza. Həmin qlükoza isə tənəffüs prosesi zamanı oksidləşərək karbon qazı və suya ayrılır. Z isə olar karbon qazı. Doğru cavab A variantı olar. Digər məsələyə baxaq. ATF sintetaza fermentinin kanalından 16 hidrogen protonu keçərsə, nə qədər enerji istilik şəklində ayrılır? Bayaq da dedik ki, ATF sintetaza kanalından hidrogen protonu 24 mol hidrogen protonu keçdikdə oksigenli mərhələdə nə qədər enerji istilik şəklində ayrılır? Bu oksigenli mərhələdir ki, oksigenli mərhələdə bilirik ki, 2600 kilojol enerji ayrılır. Bunun 1160 kilojol istilik şəklində ətrafa yayılır. Bəs bizə məşğələ şərtində verib ki, 16 hidrogen protonu keçdikdə nə qədər enerji ayrılır? 16-nı vurarıq 1160-a, bölərək 24-ə. Nə edər cavabımız? O olar. Bu qədər rahat.
Digər isə yetkin insan asqaridi əzələ fəaliyyətində 160 kilojul enerji sərf etmişdirsə, bunun üçün neçə qram qlükoza parçalandığını hesablayarıq. İnsan asqaridi olmasın, öküz soliteri olsun, qaraciyər sortusu olsun, parazit qurdlardır ki, bilirik ki, bunlar oksigensiz mühitdə, anaerob mühitdə yaşayırlar və onlar anaerob mühitdə əzələ fəaliyyətinə 200 kilojul ATF enerjisi, 200 kilojul enerji yayır. Yəni onlarda ikinci mərhələdir. Maddələr mübadiləsinin glikoliz mərhələsidir. Və bu zaman əzələ fəaliyyətinə 160 kilojul enerji sərf olunmuşdursa, neçə qram qlükoza? Biz bilirik ki, əzələ fəaliyyətinə sərf olunan enerji ATF enerjisidir. 80 kilojul ATF 180 qram qlükoza zamanı yaranır, kilojul enerji. Bəs 160 kilojul enerjidirsə nə qədər ATF yaranar? 180-i vuraram, 160-ı vuraram 180-ə, bölərəm 80-ə, eləyər 360 qram qlükoza. Yəni nədən bildim? Biz bilirik ki, glukolizin 200 kilojul enerji ayrılır. Bunun 80 kilojulu ATF şəklində toplanır, 120 kilojulu istilik şəklində ayrılır. Və 180-i vurarıq 160-a, bölərik 80-i. 180 nədir? Glukozanın maddəsini, glukozanın mol miqdarıdır.